22 manata mıhlamalı bir səhər yeməyi setinə getmişdik. Bazar səhəri üçün dostlarımızla yığışmağa yaxşı bir səhər yeməyinə məkan axtarırdıq. Seçimimiz Rus səfirliyinin yanında yerləşən Gizli Bahçe restoranı oldu. Videodan da göründüyü kimi setin tərkibi çox zəngindir. Pidedən tutmuş fıstıq əzməsinə kimi var. Məkanın özündə isti-isti hazırlanan puf çörəkləri də menyunun tərkibində yer alıb. Mən sizə hələ sucuğun ləzzətini demirəm. Elə gələndə ətrindən hiss olunurdu ki, keyfiyyəti yüksək səviyyədədir. Növbənöv mürəbbələrin də yer aldığı bu setdə mən mandarin mürəbbəsini birinci dəfə idi yoxlayırdım. Menyunun bir nəfər üçün qiyməti 22 manatdır və masada 4 nəfərlik menyu mövcuddur. Məkanın kabinetindən tutmuş açıq hava hissəsinə, ümumi ailəvi zalına kimi var. Ən əsas məsələ odur ki, bura tam ailəvidir, spirtli içkilər belə verilmir. Valideynlər üçün də çox əlverişlidir, burada uşaq oyun zonası mövcuddur. Ən bəyəndiyim məsələlərdən biri də hər masaya bir-bir yaxınlaşıb sonda razı qalıb-qalmadıqlarını soruşurdular. Mətbəx göz önündədir, yeməklərinizin hazırlanma prosesini də izləyə bilərsiniz. Dizaynı çox qəşəngdir, xidmətdən də razı qaldıq. Burada atmosfer, ab-hava, hər şey çox yüksək səviyyədə idi.